Okeanda unudulan ailə hələ də tapılmayıb. Söhbət Tom və Eylin Lonerganlardan gedir. Universitetdə tanış olub evlənən cütlük 10 il sonra 1998-ci ildə Avstraliyaya səyahətə çıxır. Qrupda 26 nəfər idilər. Suya dalmaq üçün Tom və Eylin Avstraliyanın şimal-qərbinə, Mərcan dənizindəki böyük sədrifi ərazisinə yollanırlar. Qrupu həmin yerə 5 nəfərlik heyətə malik Otter Edge kateri aparmışdı. Qrup üzvləri çox dərin olmayan yerdə 3 dəfə suya dalırlar. Bir neçə saat sonra bütün dalğıcların geri qayıtdığını güman edən kater heyəti geri qayıdır. Amma dəhşətlisi o idi ki, Lonerganlar həmin vaxt suyun altında idilər. Heyət iki dalğıcın çatışmadığını yalnız 2 gün sonra anlayır. Lonerganların əşyaları katerdə qalmışdı. Oteldən xəbər alınır ki, cütlük ora getməyib. Həmin gün axtarışlar başlayır. Havaya 17 təyyarə, 2 helikopter qaldırılır. Bir neçə kater axtarışa çıxır, lakin Tom və Eylin tapılmırlar. Bir neçə gün sonra sahildən cütlüyün bəzi əşyaları tapılır. Əşyaların üzərində köpək balığı hücumunu təsdiqləyən nə isə yox idi. Cütlüyün sağ ola bilməsi ilə bağlı ümidlər yaranır, lakin nəticə olmur. Günün bu gününə kimi nə ölülərindən, nə dirilərindən xəbər var. 2003-cü ildə Lonerganların həyat hadisəsi əsasında Açıq dəniz filmi çəkilib. Filmdə Tom akula hücumundan sonra qanaxmadan ölür. Buna dözməyən Eylin üzmə jiletini çıxarıb özünü suda batırır. Siz isə bu kimi maraqlı məlumatlar və videolar üçün kanalımıza abunə olub bizi izləməyi unutmayın.